Uşaqlar salam. Deməli, davam edirik. İlk üç testimiz hazır. Keçirik dördüncü testin izahına. Bir. Ata, ana və oğlun yaşları cəmi 78-dir. Oğlun yaşı atanın yaşından 4 dəfə kiçikdir. Oğul, ata və ana. Oğul kiçikdirsə, həmişə tənlik qurmaqla məsələ həllərində çalışın ki, ən kiçiyi x götürək. Oğul atadan 4 dəfə kiçikdirsə, ata oğuldan 4 dəfə böyükdür. Atanın yaşı ananın yaşından 3 vahid böyükdür. O zaman ananın yaşı atanın yaşından 3 vahid kiçikdir və cem 78. İlk üste gel 4 2 üste gel 4 2 çık 3 beraber 78. Topladıkta 9x çık 3 78. 78'in üzerine 3 əlavə etsəm 81. 81'i 9'a bölsəm 9. Değil mi? Oğul 9 yaşındadır. Ata 4 vur 9 36. Ana 33 yaşındadır. Ananın neçə yaşı var? Düzgün cevap A variantı. Aşağıdaki şekiller müəyyən ardıcıllıqla yenə də düzülür. 1, 1, 2, 3, 4, 5, 6, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11. Deməli, artım neçədir? 5, 5, 30, 30-cu addımda neçə dairə var? Birinci addımın üzərinə 30 addıma kimi neçə ara var? 29. Hər birində də artım neçədir? 5, 5, 29 vururuz. 5'e üzerine 1 əlavə edirik. 145 üzerine de 1 146 C variantı. Üçüncü testə baxaq. Ulduz əvəzinə daha doğrusu sual əvəzinə uyğun olan variantı seçin deyir. Fikir verirsiniz dairələr 1, burada olur 2, burada olur 3, burada da olacaq neçə? 4. Düzgün cavab A variantı. Hadi dairələrin sayı. Diaqramda biraz kiçildək. Aha. Diaqramda 2020-24-cü illərdə alma və armud yığımı verilmişdir. Diaqrama görə ən çox alma yığımı ilə ən az armud yığımı arasındakı fərq neçə kiloqramdır? Ən çox alma yığımı, ən çox alma burada olub. Düzdürmü? 30 sentiner. Ama dikkatli olun, bu sentinerle verilib. 30 sentiner, biz bilirik ki 1 sentiner 100 kiloqramdır. 30 sentiner olur 3000 kiloqram. Ən az armud yığımı isə göründüyü kimi buradır, yəni 60 kiloqram. İndi bizdən soruşur ki, fərq neçədir? 3000-dən çıxırıq 60-ı 2940 B variantı. Gəlin kütlə vahidlərini bir təkrar edək. Ton, sentiner, yəqin ki, mənim bu sevimli sxemimdən artıq istifadə etməyi öyrənmişsiniz. Deməli, qaydalarda deyilir ki, bunların hərəsi 1-0-dır. Bunlar hərəsi 1-0-dır. Yəni, 1 ton 10 sentinerdir, 1 sentiner 100 kiloqramdır, 1 kiloqram 1000 qramdır, 1 ton 1, 2, 3 1000 qramdır, 1 sentiner 1, 2, 100 kiloqramdır. Bu şəkildə istifadə edib, yəni əzbərləməkdə əziyyət çəkirsinizsə, çox rahat öyrənə bilərsiniz. 5 deyir, əvəzinə uyğun olan variantı seçin. Baxaq. Y'miz bərabərdir SLT-yə. Düzdür? İndi baxaq. Deməli, 1, 2, 3, 4, 5, 6. 6 el var. Bizim də 2 elimiz ST-dir. Düzdür? 2 el. Deməli, 2 elin yerinə yazaq ST. Digər 2 elin yerinə də yazaq ST. Digər 2 elin də yerinə yazaq ST. Ya da yazmayaq istəyirsiniz. Axırıncıyı elə olduğu kimi saxlayaq. Niyə belə saxladım? Çünki yuxarıda özü bizə deyir ki, SLT bizə bir Y verir. SLT. Üçü birlikdə bir Y'dir. Yenə SLT. Bu üçü də bir Y'dir. Ona görə düzgün cavabımız olur 5-ci testdə C variantı.
Altıncı testə baxaq. Dairəvi diaqramda şirkətdə bir dəqiqə. İşləyən kişi və qadınların sayı verilmişdir. Qadınlar şirkətin ümumi işçilərinin neçə faizidir? Deməli, qadınlar şirkətin ümumi işçilərinin ümumi işçi 3 qadın 57 kişi 60 nəfərdir. Qadın da 3 nəfərdir. Düzdürmü? Sortur ki, qadınlar 3, ümumi işçinin, yəni 60-ın 100%-dirsə 3-ün neçə faiz? Tənlik quraq. 3 vur 100 bərabərdir 60 vur x, 60x bərabərdir 300-ə, 300-ü 60-a bölərik. Düzgün cavab olur A variantı. Sonra 7 ulduz, daha doğrusu sual əvəzinə uyğun olan variantı yenə də seçin deyir. Deməli, ulduz. Sadəcə fiqurların hərəkətlərinə fikir versəz, və məsələn, dairə künclərə gedir. Buradadır, gedib bu küncə, gəlib bu küncə, bir fiqur üzərində başa salın. Birincidə buradadır dairə. İkincidə buradadır, üçüncüdə burada, indi dördüncüdə burada olmalıdır. Düzgün cavab A deyil, D deyil. Ya B'dir, ya C. Variant çıxmaq həmişə köməyə çatır, yadınızda qalsın. Sonra, indi bu kvadrat var ya, ortadakı kvadrat. Deməli, əvvəl bu küncdədir, bax buradadır. Öz daxilində fırlanır. Sonra qalxdı yuxarı və ikincidə qalxdı yuxarı. Üçüncüdə gəldi bura. Deməli, dördüncüdə olacaq. Burada, yəni C variantı yox, elə düzgün cavab B variantıdır. Sonra anaqramı həll edin və fərqli olanı tapın. Artıq burada görürsünüz, bu fevral, bu noyabr, avqust, bu isə deyəsən Novruz. Burada fərqli olan fevral, noyabr, avqust ilin aylarıdır. C onlardan fərqlidir. 9 deyir ki, sual əvəzinə hansı ədəd yazılmalıdır? Baxaq görək nə eləyib. 27 və 19-u toplasam 6, 46. Düzdürmü? 46, 4 vur 6, rəqəmlər hasil 24. 14-ün üzərinə 67 gəlsək, 81, 8 vur 1, 8. 32 üzərinə 21 gəlsəm, 53, 5 vur 3, 15, 46 və 38-i toplasaq, 4, 84, 8 vur 4, bu da bizə verir 32. Və sonuncu testimiz düzbucaqlı formasında olan rəngli kağız aşağıdakı ardıcıllıqlar qatlanıldıqdan sonra düzbucaqlı üçbucaq formasında düşmüş və qatlanılmış kağızdan kvadrat formalı hissə kəsib götürülmüşdür. Xəyalən kağızı açın və alınan kəsiklərin koordinatlarını müəyyən edin. Deməli, mən sizə bir dənə rahat bir şey deyim. Bax, ən axıra qalan bu deyil, ən axıra qalan. Bunu gəlin bura köçürdək. Bax, bura. Köçürdüm. Bu özü bizə deyir ki, bu 6, 7. Bu buranı rəhlədim. Bunu güzlü qaydası ilə qatlasaq bu hissəyə, onda düşəcək. Və başqa rəng göstərim. Elə düşünün ki, bunun bu tinindən tutub gətirib bu tinə üst-üstə örtürük. Onda bu bura düşürsə, bunun yanındakı, məsələn, bunun yanındakı bu hara düşəcək? Bura. Bunun yanındakı bura bu şəkildə gedəcək. O zaman qırmızının yeri hara olacaq? Qırmızının yeri bu hissə olacaq. Yəni 6-7-dən sonra olacaq 8S. 8T yox. Bu çöbürlərdə yoxdur, elə düzgün cavab deyil, amma biz davam edək. Daha sonra, indi bu hissədən bunu yuxarı olaraq, baxın, yuxarı hissəyə köçürsək, ya da ki, bu hissəni olduğu kimi yuxarı köçürsək, deməli, növbəti bizdə hansı hissəyə düşəcək? Özünüz düşünün ki, bu hissəni qatlayıb yuxarı qoysaq. Yenə mavilərlə göstərim. İndi yaşıl. Məsələn, bu buradaydısa, indi bura düşəcək. Bax, bu hissə. Bu buradadırsa, bura. Bu hissə, bura. Onda qırmızı düşəcək. Bax, bu hissəyə. Yəni, 3Y-yə. 4Y yox, 3Y. Aha. Daha sonra isə yenə bunu bu şəkildə, bax, bu şəkildəki kimi, bax, gördünüz, bu şəkildəki kimi, bu şəkildə qatlasaq, bu növbəti dəfə hara düşəcək?
Bu yaşıl hissə, bu yaşıl hissə gəlib bura düşürsə, qırmızı hissə düşəcək və bura. O da olacaq 1S, yəni düzgün cavabımız B variantı. Biraz bu cür testlərdə canlandırma lazım uşaqlar. Gözünüzün qarşısına gətirib canlandırmalısınız. Çətin testlər deyildi. Uğurlar. Test 4-ü yükləyək, keçək test 5-ə.